Bugün pasiyentimizin müalicə müddətindən danışmaq istəyirəm. Xanımın 49 yaşı var. Bizə gələndə kəskin diz ağrısından müraciət etmişdi. Və özünün dediyinə görə nə qədər dərmandan istifadə etmişdiniz? Çox həkim. Hardasa 4 iynə vurdurdum. Hansı iynələrdən? Ağrı kəsici. Ən güclü ağrı kəsici. Ən güclü ağrı kəsici. O içində 3 dənə olan tabletkalar var ki, hədsiz. Nə kömək elədi o? Heç nə. Heç onun qılçamı da tutdu. Demək, o iynələrdən sonra daha da ağrılarınız artdı. Bu iynələr içində 3 ağrı kəsici komponenti olan o məşhur o üçü birində iynələrin orijinalını almışdı. Orijinalını qurun haqqı. Kağıt vurduq, 4'ünü də vurdurmuşdunuz. 4'ünü də vurdurdum, sadə olmadı. Biz neynədik? Müalicəyə gələn müddətdə bu ağrı kəsiciləri tamamilə yığışdırdıq. Sizə dedim ki, ağrı kəsiciləri eləməyəcəyik. Sadəcə müalicəli tabletkalar və fiziyoterapiya təmin edirik. Müalicə müddətində təbii ki, ağrı kəsicini kəsmişik, ancaq fizioterapiya eləmişik. Xanımın ağrıları bir günə təbii ki, kəsəsi deyildi. Arada beynindən gəlirdi ki, əməliyyata da getsin. Çox getmək istəyirdi. Çox getmək istəyirdi, ağrılara dözürdü. Amma biz nə dedik? Şükür. Dedik ki, səbr eləyin, düzələcək. Bugün 10 gününüz tamamdır. Necəsiz? Şükür doktor, çox sağ olun. Allah razı olsun. Baba çox gözəl. Həm pilləkən çıxmağım yaxşı, həm də hərəkət eləməyim yaxşı. Bir azca qalıb, o da deyirəm tədricən gedəcək. 10 gündə nəticəmiz neçə faizdir sizcə? Çox, 170'i. 170%. Heç bir ağrı kəsici istifadə eləmədən, sadəcə fizioterapiya. Fizioterapiya. Yəni bildirmək istəyirəm ki, düzdür, ağrı kəsicilər güclü ağrı kəsicilərdir, ağrını kəsə bilər. Amma o müalicə demək deyil. Yəni və gördüyünüz kimi bəzən heç kəsməyə də bilər ağrını. Nə qədər vurur? İndi məsələn siz 4'ünü vurmuşdunuz, 6'sını da vursanız yenə eyni nəticə olacaq. Eyni nəticə olacaq. Hər hansı bir yerimiz ağrıyanda nə edirik? Birinci diaqnozumuzu tapırıq, sonra uyğun həkimə müraciət edirik və düzgün müalicə götürürük. Düzgün müalicədə artıq heç ağrı kəsiciyə belə ehtiyac qalmır. Təbrik edirəm. Çox sağ olun. Yaxşı bir nəticədir. Əməliyyat fikrində beyninizdən sildim elə, çox sağ olun. Elə dünəndən sildim. Zəng eləmişdim, yezinəm ki, gedirəm. Həyat baba gedir. Amma dedim yox, gözləyim, tabletkalarım var, o tutarsın. Amma 170'i, bəlkə də 75'i az miqdarı qaldı. 10 günə nəticəmiz 175'ədir. Super, təbriklər, uğurlar. İnşallah heç ehtiyac olmaz. Nəyəsə heç ağrımazsınız, heç yerə müraciət eləməyə ehtiyacınız olmaz. Çox sağ olun. Sağ olun.